Salam, sizi yeni bir videomdan salamlayıram. Xoş gördüm hər birinizi. Əgər kanalıma abunə deyilsə də, kanalıma abunə olmağı, like atmağı hər birinizdən gözləyirəm. İndi isə başlayaq, keks bişirək. 3 ədəd yumurta götürmüşəm. Balaca qablarda keks bişirəcəm. Bayramdan sonra şirniyyatımız bitmişdi. Dedim elə keks hazırlayım, sizlərlə də çəkim, paylaşım. Bir də bir videom olsun kanalımda. Düzdür, başqa bir yəni qablarda bişirmişəm, amma belə balaca qablarda bişirməmişdim. Elə dedim çəkim, sizlərlə də paylaşım. 3 yumurtaya 1 stakan şəkər tozu götürmüşəm. Çırpıcı ilə qarışdıracağam, mikserlə qarışdırmayacağam. Yaxşı ağırana qədər çalacağam. Yəni çox elə də buna belə deyim, qarışdırmağa ehtiyac yoxdur. Yəni mikserlə, sadəcə əlimizlə qarışdırırıq, bəs edir. Götürdüyüm ərzaqları dəzgahın üzərinə yığmışam. Bir-bir sizlərlə də çəkərəm. Yəni növbə-növbə gedər videolarımız. Yaxşı gördüyünüz kimi çırpıram. Yenə deyirəm, həmişə dediyim kimi, yəni videolarımda dediyim kimi mən öyrətmək məqsədi ilə çəkmirəm. Sadəcə bir vlog olaraq istədim kanalımda olsun, kanalımda bir video olsun. Həm də ki, yəni bu şirniyyatı bişirməmişdim. Ona görə də dedim elə çəkim sizlərlə paylaşım. Həmən o ortası deşikli qabın reseptindən götürmüşəm. Həmən reseptdən, çünki o resept yaxşı olur deyən, bunu da elə o reseptdən götürdüm. Bir armud stəkan duru yağ tökürəm. Bir də ki 2 stəkan un götürmüşəm. Sadəcə unun apardığı qədərində vuracağam. Bəzən elə olur ki, unun dərəcəsi, yəni miqdarı biraz çox, biraz az ola bilər. Ona görə də unlar fərqli olduğu üçün baxacağam. Nə qədər getsə, o qədər də vuracağam. 1 stəkanda süd götürmüşəm. Ilıq şəklində süd, armud stəkanından bir süd götürmüşəm. Çünki süd vuranda yumşaq olur. Düzdür, qatıqla da edirlər, amma mən qatıqla etmədim. Əvvəllər qatıqla edirdim, amma bu dəfə qatıqla etmədim, elə südlə etdim. Çox gözəl də alındı. Baxmışam, qatıqla da edəndə yaxşı olur, amma südlə edəndə daha yaxşı olur. Çünki südlə edəndə daha yumşaq olur. Yəni saxlamaq, yəni saxladıqca da şirniyyat yəni bərkimir. Qatıqla olanda biraz kekslərimiz bərkiyir, amma südlə olanda bərkimir. 1 ədəd vanil, 1 ədəd də qabartma tökəcəm. Yəni zövqlər müxtəlifdir. İstəsəniz siz, yəni vanil tökməzsiniz, tək qabartma tökərsiniz. Amma yəqin ki, bildiyimiz kimi vanilsiz şirniyyat yaxşı olmur. Ona görə də hər zaman tökürük. 1 ədəd vanil tökmüşəm. Bir də içərisinə damla şokolatı. Bizim uşaqlar kişmiş sevmədiyi üçün mən kişmiş vurmuram. Yəni istəsəniz siz kişmiş də vura bilərsiniz, damla şokolatı da. Mən sadəcə damla şokolatından etdim. Yəni uşaqlar bilirəm ki, kişmişi seçirlər, qırağa qoyurlar. Ona görə də dedim ki, elə damla şokolatından edim, heç kişmiş vurmuyum. Amma yəni istəsəniz kişmişlə də edərsiniz. Kişmişlə də yaxşı olur. Sadəcə biz sevmədiyimiz üçün vurmamışıq. 1 stəkan unu tökdüm, əvvəlcə yavaş-yavaş çaldım ki, görüm qatlığı necədir. Sonra isə əlavə stəkanı töküm. Əgər yəni bəlkə də bəs edirsə də yarısını tökürəm. Yenə deyirəm, una baxır. Mən kilo ilə olan unlardan almışam. Amma doymaqın unu olanda 1 stəkan bəs edir. Amma kilo ilə olanda biraz fərqli olur. Elə mənim stəkanımın yəni ikisi də getdi. Belə deyim, qatlığına görə, yəni baxdım ki, gördüm ki, yəni çox suyuq olanda un əlavə edirəm. Elə ona görə də 2 stəkanı götürdüm.
Belə qızlar, siz necə bayramı keçirdiniz? Bayramdan yəqin ki, kilo almısınız. Hər birimiz bildiyimiz kimi, yəni hər birimizin evində şirniyyatımız bol olur. Yəni Azərbaycan qadınları, yəni biş, düş, hamısı bişirib, düşürüb. Şirniyyatları evdə bol olubdu bu bayram ərzində. Yəqin ki, hamınız da kilo almış olarsınız. İçində də mən də yəni bayramdan bəri mən də kilo almışam. Deyərsiniz, bəs kilo almısan, niyə bişirsən? Sadəcə uşaqlar sevir, ona görə bişirdim. Fərqli olmaq üçün. Dedim ki, yəni bu yüngül şirniyyatdır, ona görə elə bunu bişirdim. Dedim kremli olmasın. Yəni kremli biraz həm çəki verir, həm belə deyim, narahatçılıq edir. Ona görə də yüngül keksi elədim ki, keks hazırlayım. Sizlər necə? Sizlər də bayramdan sonra kilo almısınızmı? Fikirləriniz mənim üçün maraqlı olar. Yorumlarda hər birinizin fikirlərini gözləyirəm. Gözəl izləyicilərim, mənim üçün də maraqlı olar. O kilonu necə yəni atmaq fikriniz varmı? Atırsınızmı? Kompleks yaşayırsınızmı? Belə deyim, elə kompleks yaşamıram, amma sadəcə almışam, istəyirəm ki, onu da atam. Çalışıram, amma hələ ki ata bilmirəm. Nə qədər yəni çörəyimi gözləsəm də, amma o çəkimi ata bilmirəm. Bilmirəm nədənsə. Əvvəllər yaxşı çəki atırdım, amma bu aralar yəni çəkimi ata bilmirəm. Bilmirəm sizlər də eləsinizmi? Yəni bu aralar heç çəkimi ata bilmirəm. Çəkimdən çox narazıyam. Yəni o da mənə narahatçılıq da verir, çəkin artıq olmağı. Ona görə də istəyirəm ki, çəkimi yəni azaldım. Əgər hansısa bir resept bilirsinizsə də mənə də yazarsınız yorumlarda. Belə qızlar, mən o birisi keks qabının içərisinə yəni kağız qoydum, amma bunu yüngülvari yağlayıram, silikonu. Çünki yaxşı çıxmaqdan ötəri hər birini yəni az miqdarda yağlayıb ondan sonra tökürəm keksləri içərisinə. Yəni belə deyim, hörəni elə tökürəm. Bəlkə də bilmirəm, elə yağladım, amma bəlkə də yağlamasam da rahat çıxardı, amma yağlayanda rahat çıxır. Yüngül yağladım, çox yağlamıram. Rahat da çıxır. Bunların başqa formalı olanlarını da alacağım qızlar. Çox xoşuma gəldi, razı qaldım. Yəni bu dərəcədə heç gözləmirdim. Həmişə deyirdilər ki, yəni o qədər də yaxşı deyil, yapışdırır. Bəlkə də yağlanmayıb deyən ona görə yapışdırırmış. Amma mən yağladım, çox da gözəl oldu. Çox da razı qaldım. Başqa formalarını da alacağım. Ulduzlu forması da var, ortası deşikli forması da var. Görmüşəm, çox yəni fiqurları olanları var. Bir dəfə də ondan alacağım. Çox gözəldir, xoşuma gəldi. Həm də ki, rəng baxımından da çox gözəl görsənir sobanın içərisində. Mən bəyəndim. İndi bilmirəm sizlər necə. Belə yəni elə qatı deyil, nə də yəni suyuq deyil. Qaşıqda duran bir şəkildə yəni hörrə hazırlamışam. Yavaş-yavaş töküm. Hər zaman da bu yəni qabların içərisinə tökəndə mən elə narahat oluram ki, qırağına yapışmasın, qırağına tökülməsin. İstər-istəməz qırağına töküləndə sobada bişəndə yanır. Bir dəfə özümə o qabı alacağım, o içərisinə hörəni töküb bası sıxanda özü tökülür. O rahatdır. Mənə elə gəlir ki, videolarda görürəm, o rahat görsənir. Bir dəfə inşallah ondan alaram. Baxaram, sınayaram, yəqin ki, yaxşı olar. Elə ondan da istifadə edərəm. Onsuz da daimi yəni evdə keks bişiririk. Yəni fərqlilik olmaq üçün uşaqlar belə qablarda sevir. Ona görə də istədim bu dəfə belə şirniyyat eləyim. Yəni tez-tez də bişirirəm, bişirəcəm də. Yəni sizlər də istəsəniz, sizlər də bişirə bilərsiniz. Sizlər də yəni bişirib təyin edərsiniz, əziz izləyicilərim. Yəni yenə deyirəm, mən öyrətmək məqsədi ilə video çəkmirəm. Sadəcə bir vlog kimi istədim çəkəm. Sizlərlə çəkim, paylaşım. Bir kanalımda da bir yəni bu şirniyyatında videosu olsun.
Mən sevirəm şirniyyatları, müxtəlif şirniyyatları, salatları. Yəni çalışdığım qədər də yəni istəyirəm ki, kanalımda fərqli şirniyyatlar, fərqli salatlar, yeməklər olsun. Düzdür, mənim mətbəxim adlı, yəni mənim kanalımın adı. Amma ona görə də tam yəni mətbəxə aid çəkmirəm. Orada bir neçə yəni videolar da var. Deyərsiniz sırf mətbəxə aid orada videolar yoxdur. Fərqli videolar çəkmişəm. Sevirəm də fərqli videolar çəkməyə və fərqli də şirniyyatlar, yeməklər də bişirməyi sevirəm. Ona görə də çalışdığım qədərində sizlərlə də çəkib paylaşmaq istəyirəm, bişirmək istəyirəm. Həvəslə bişirmək istəyirəm sizlərin sayəsində və həvəslənib bişirib çəkmək istəyirəm. Sizlərin dəstəyi ilə istəyirəm ki, mənim də kanalım qalıxsın, mənim də abunə sayım artsın. Hər birinizdən o dəstəyi gözləyirəm əziz izləyicilərim. Baxıram, baxış sayı çoxdur, baxılır, amma bir dənə bəyənmə işarəsini etmirsiniz. Əziz izləyicilərim, hər birinizdən o bəyənmə işarəsini gözləyirəm. Yəni bilmirəm, bəlkə də sizin üçün önəmli deyil. O baxıb keçirsiniz, o bəyənmə işarəsini basmırsınız, amma mənim üçün çox önəmlidir o bəyənmə işarəsini basmaq. Mənim kanalımı irəli gətirmək, yəni sizlərin sayəsində, o bəyənmənin, o rəylərin sayəsində, o abunələrin sayəsində mənim kanalım irəliləyir. Sizlərin sayəsində baxış saatım artır. O da mənə həvəs gətirir, mənə sevinç gətirir ki, videolarım izlənilir, videolarımın baxış sayı artır, yəni kanalım böyüyür. O da sizlərin sayəsində. Əziz izləyicilərim, hər birinizdən də yenə deyirəm, yorumlarda fikirləriniz, like'larınız, bir də abunə saylarınız gözləyirəm. Baxıb, yəni keçməyin. Baxıram, baxış sayı çoxdur, amma bəyənmə, abunə sayı azdır. Bir ara yaxşı gəlirdi abunə sayım, amma indi nədənsə də biraz abunə sayım azalıb. Düzdür, çalışdığım qədərində, yəni videolarımı çəkirəm, artırıram ki, abunə sayım da artsın. Abunə sayım azalanda, əziz izləyicilər, biraz həvəsdən düşürəm. Belə deyim, adam deyir ki, çəkdiyimi əziyyəti, yəni dəyərləndirmirlər. Adamın həvəsi ölür. Ona görə də istəyirəm ki, siz mənim o həvəsimi öldürməyəsiniz. O belə sevincimi, yəni içərimdə boğmayasınız ki, yəni mən çəkdim, əziyyət çəkdim. Deyərsiniz ki, özün üçün əziyyət çəkirsən, amma bilirəm özüm üçün əziyyət çəkirəm, amma sadəcə istəyirəm ki, o əziyyətimi sizlər dəyərləndirəsiniz. Sizlərin sayəsində mənim də videolarım baxış sayı artsın, kanalım böyüsün. Kanalımın baxış sayı, saatı artsın inşallah sizlərin sayəsində. Necə o birisi video, yəni kanalımda baxış sayım, kanalım böyümüşdü, amma təəssüf ki, yəni o kanalımı bərpa edə bilmədim, amma sizlərin sayəsində istəyirəm həmən abunə sayımı bu kanalımda da böyüdəm əziz izləyicilərim. Belə mən hazırladım. İçərisinə də damla şokoladını vurdum. Əslində yəni hörənin içərisinə tökməli idim. Yadımdan çıxmışdı. Elə hey yanıma qoymuşdum, yenə unutmuşdum. Sonradan üzərinə tökdüm. İçərisinə tökəndə daha yaxşı olur. Amma yadımdan çıxdı, eybi yoxdur. Üzərindən tökdüm. Belə əlimlə də, yəni qaşıqla da qarışdırdım ki, içərisinə yəni tökülsün, içərisində ərisin. Belə bişdi qızlar, çox gözəl də görsənir. Mən razı qaldım. Yumşaqlığı da, yəni içinin iç-iç pişməyi də çox gözəl oldu. Hər ikisi də, o silikonda bişən də, o qəlibdə bişən də, ikisi də eyni bişdi, çox gözəl oldu. Deyərsiniz çox balacadır. Mənim qabım çox elə böyük deyil. Çox da iri istəmirəm. Elə balaca olanda xoşum gəlir. Balaca uşaqlar da minnoş belə balaca sevirlər. Böyük olanda dişləyirlər, yarı yeyirlər, yarı orada qalır. Amma belə balaca olanda bütöv yeyirlər. Ona görə də
Yəni elə balaca bişirdim. Gördüyünüz kimi içərisi də gözəl bişib. Alt hissəsi də yanmayıb. Çox gözəl olub. 180 dərəcədə bişirmişəm qızlar. Çox da gözəl bişir. İçi də gözəl bişir. Altını yəni xod verəndə daha altı ütələnir, içi bişmir. Ona görə də 180 dərəcədə rahat bişir. Yaxşı bişir. Mən bişirdim. Belə gözəl də çıxdı. Məsləhət də görürəm sizlər də bişirəsiz. Çox gözəl də alındı. Yumşaqlığı da yerində. İçərisi də iç bişməyi. Şokoladlar da əriyib, içərisinə axıb. Çox gözəl də bişib. İçərisinin yəni alt hissəsinin kağızını soymuram qızlar. Deyirsiniz ki, niyə soymamış qoydun qaba? Onda yaxşı görsənmir. Uşaqlara fərqli görünmək üçün uşaqların özləri elə sevirlər. Özləri soyub çıxardanda onda onlara maraqlı gəlir. Ona görə də soymadım. Özləri yedikcə soydular. Onda bunlara maraqlı gəlir. Ona görə də mən elə etdim. Deyirsiniz ki, belə kağızda yaxşı görsənmir. Yəni süfrəyə elə qoyulmaz. Amma sadəcə uşaqlara görə elə sevdim. Ona görə də elə qoydum ki, uşaqlara maraqlı gəlsin. Belə olanda elə bil ki, elə bilirlər ki, satın alma kimi görsənir. Elə daha da çox sevirlər, daha da maraqlı yeyirlər, həvəslə yeyirlər. Ona görə də elə soymadım içərisini, yəni altının kağızını elə bu formada da qoydum. Belə qızlar çox gözəl çıxdı. Həm köpməyi də yaxşı oldu. İçinin bişməyi də yaxşı oldu. İç-içdə bişdi. Yəni dadı da, şirinliyi də hamısı öz yerində oldu. Biz bəyəndik. Bilmirəm siz oradan necə görsənir. Bəlkə də deyirsiniz adi keksdir. Burada nə var? Yenə deyirəm, mən öyrətmək məqsədi ilə çəkmirəm. Sadəcə istədim çəkəm bir vlog olaraq kanalımda olsun. Sizlərlə də bölüşüm, paylaşım. Yəni 2 qab belə çıxdı. Yəni mən belə deyim, düzdür bir porsiyankini etmişdim. O bir porsiyada bizə yəni gördü, bəs etdi. Sağ olun qızlar, Allah amanında qalın. Növbəti videolarımda görüşənə qədər yenə deyirəm, kanalıma abunə olmağa, like atmağa hər birinizdən gözləyirəm, gözəl izləyicilərim. Sizin dəstəyinizə ehtiyacım var. Sizin sayənizdə mən yəni kanalımı böyütmək istəyirəm. Sizlərin baxışınızın sayəsində mən də həvəslənib video çəkmək istəyirəm. Kanalımı böyütmək istəyirəm. Əziz izləyicilərim, kanalıma abunə olmağı, like atmağı hər birinizdən gözləyirəm. Sağ olun, Allah amanında qalın. Növbəti videolarımda görüşənə qədər göz haqqınızı halal edin. Əziz izləyicilərim, növbəti videolarımda görüşənə qədər.